Komandamızın UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda Eintraxta qarşı keçirdiyi maçın hakimi Sandro Scherer oyun zamanı bir neçə mübahisəli qərarı ilə yadda qaldı. Qarabağın oyunçularına qarşı açıq kobudluğa göz yuman hakim bir neçə epizodda penalti zərbəsi təyin etmədi və qaydaları pozmadığı halda bəzi hallarda qonaqların xeyrinə qərarlar çıxarıb. Amma onun səylərinə baxmayaraq, Ağdam təmsilçisi əzmkarlıq nümayiş etdirərək son dəqiqə qolu ilə rəqibini 3-2 hesabı ilə məğlub etdi. Hakim qərəzinə hətta ölkə başçısı da diqqət yönəldib. Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin olunan hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar, deyə ölkə başçısı təbrik paylaşımında vurğulamışdı. Turkistan.az məlumat verir ki, oyunun hakimi Sandro Scherer qalmaqallı reputasiyaya malikdir. 1988-ci il iyulun 6-sında İsveçrənin Butikon kommunasında anadan olan Scherer 2011-ci ildən hakimlik edir. O, 2024-cü ildə futbol üzrə Avropa çempionatında maç idarə edən 19 hakimdən biri olub. Bundan başqa 2025-ci ilin iyulunda Millətlər Liqasının finalını İspaniya-Portuqaliya maçını idarə edib. O, bundan öncə də bir neçə maçda yanlış qərarları ilə gündəmə gəlib. Belə ki, 2024-cü il oktyabrın 10-unda UEFA Çempionlar Liqasının Milan Bayer Leverkusen Scherer'in idarəçiliyi fonunda qalmaqallarla yadda qalıb. San Siro'da keçirilən Milan Bayer Leverkusen qarşılaşmasında İtaliya klubunun xeyrinə bir neçə açıq epizodda qərar verilməməsi həm futbolçuların, həm də azarkeşlərin kəskin etirazına səbəb olub. Oyunun son dəqiqələrində Leverkusen müdafiəçisi Piero Hincapie'nin Ruben Loftus-Cheek'in ayağına açıq şəkildə basmasına baxmayaraq, Sandro Scherer nə qayda pozuntusu təyin edib, nə də VAR müdaxilə edib. Halbuki təkrar görüntülərdə epizodun aydın şəkildə göründüyü bildirilir. Bundan əlavə, Temmi Abrahamın cərmə meydançası daxilində Tapsoba tərəfindən yerə yıxıldığı epizodda penalti təyin olunmaması da mübahisə doğurub. Təkrar görüntülər Leverkusen futbolçusunun topa toxunmadığını göstərsə də, meydandakı penalti yoxdur qərarı dəyişdirilməyib. Alvaro Morata və Theo Hernandez ilə bağlı epizodlarda da Milanın xeyrinə ciddi qərarların verilməməsi İtaliya klubunun narazılığını daha da artırıb. Oxşar vəziyyət Çempionlar Liqasının 8-də 1 final mərhələsində 2025-ci il martın 12-sində keçirilən Lille-Borussia Dortmund oyununda da yaşanıb. Maçın 52-ci dəqiqəsində Dortmund hücumçusu Seru Girassi'nin cərmə meydançasında yıxıldığı epizodda Sandro Scherer tərəddüd etmədən penalti qərarı verib. VAR sistemi bu qərara müdaxilə etməyib. Lakin televiziya təkrarlarında Lille'in müdafiəçisi Dortmundun sabiq futbolçusu Thomas Meunier'in açıq qayda pozuntusu etdiyi tam aydın görünməyib. Blue Sport telekanalının hakimlər üzrə eksperti Pascal Erlachner də bu epizodla bağlı penalti qərarı ilə razılaşmadığını açıqlayıb. Penalti zərbəsini Emre Can dəqiq yerinə yetirib və bundan sonra Dortmund oyunda üstünlüyü ələ alıb. Qarşılaşma Maximilian Bayer'in qolu ilə 2-1 hesabı ilə başa çatıb və Almaniya klubu 4-1 finala yüksəlib.